Salam, hörmətli izləyicilərim, əziz təqaüdçülərimiz. Mən bu kanalın aparıcısı olaraq bugün sizə son dərəcə vacib, hətta kritik bir məlumatı çatdırmaq üçün buradayam. Bu, pensiya fondundan təqaüdçülər üçün təcili bir bildirişdir və hər birinizi birbaşa maraqlandırır. Hər birinizdən xahiş edirəm, bu videonu axıra qədər diqqətlə izləyin. Çünki burada deyilən hər söz sizin təqaüdünüzün davamlığı və gələcəyi üçün həyati əhəmiyyət kəsb edir. Bir anlıq fikrinizi cəmləşdirin. Çünki bu məlumat sizin vaxtınıza, əsəblərinizə və ən əsası maliyyə təhlükəsizliyinizə qənaət edə bilər. Dərhal indi kanalımıza abunə olun, bu videonu bəyənin və bildiriş zəngini aktivləşdirin ki, gələcəkdə də oxşar vacib məlumatları qaçırmayasınız. Başlayaq. Problemin məhiyyəti. Əvvəllər necə idi və indi nə dəyişib? Hörmətli təqaüdçülər, yəqin ki, çoxunuz xatırlayırsınız ki, əvvəllər təqaüd sistemi bir qədər fərqli işləyirdi. Qağız sənədlər əsas rol oynayırdı. Siz sənədlərinizi bir dəfə təqdim edirdiniz və təqaüdünüz təyin edildikdən sonra illərlə heç bir əlavə sənəd tələb olunmadan və ya çox nadir hallarda əlaqə saxlamadan mütəmadi olaraq hesabınıza köçürülürdü. Bu sistemin öz rahatlığı var idi. Çünki yaşlı insanlar tez-tez dövlət orqanlarına müraciət etmək məcburiyyətində qalmırdılar. Lakin bu sistemin bəzi çatışmazlıqları da mövcud idi. Məlumatların aktuallığı ilə bağlı problemlər yaranırdı. Məsələn, bəzən vəfat etmiş şəxslərin adlarına təqaüdlərin davam etdiyi hallara, yaxud ünvan dəyişikliyi, nikah və boşanma kimi mühüm şəxsi məlumatların vaxtında yenilənməməsi səbəbindən sistemdə uyğunsuzluqlar yaranırdı. Bu cür uyğunsuzluqlar həm dövlət büdcəsinə ziyan vurur, həm də sistemin şəffaflığına kölgə salırdı. İndi isə vəziyyət köklü şəkildə dəyişib. Son illər ərzində Azərbaycan Respublikası Pensiya Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə təqaüd sistemini tamamilə rəqəmsallaşdırıb və müasir texnologiyalar əsasında yenidən qurub. Bu dəyişikliklərin əsas məqsədi ödənişlərin ünvanlılığını, şəffaflığını və effektivliyini təmin etməkdir. Artıq Pensiya Fondu müxtəlif dövlət qurumları, məsələn, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Asan Xidmət, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi və digər müvafiq qurumlar arasında məlumat mübadiləsini avtomatlaşdırılmış şəkildə həyata keçirir. Bu, o deməkdir ki, sizin şəxsi məlumatlarınız, yaşayış yeriniz, ailə vəziyyətiniz, hətta ölkə sərhədlərini keçib-keçməməyiniz barədə məlumatlar müxtəlif dövlət bazalarında daim yenilənir və bir-biri ilə müqayisə edilir. Bu rəqəmsallaşma sözün əsl mənasında sistemi daha da ağıllı edib. Lakin bu ağıllı sistemin bir tələbi var. Sizin şəxsi məlumatlarınızın dəqiqliyi və aktuallığı. Əgər sistemdə hansısa bir uyğunsuzluq və ya yenilənməmiş məlumat aşkarlanarsa, bu avtomatik olaraq müəyyən suallara və yoxlamalara səbəb olur. Nəticədə bu cür hallar aşkarlandığı təqdirdə təqaüd ödənişləri müvəqqəti olaraq dayandırıla bilər. Bu, sadəcə olaraq sistemin özünü qorumaq və sui-istifadə hallarının qarşısını almaq üçün tətbiq etdiyi bir mexanizmdir. Məqsəd heç də sizi incitmək deyil. Əksinə, bütün təqaüdçülərin hüquqlarının bərabər şəkildə təmin edilməsidir. Əsas hissə 1. Ətraflı izah. Nəyi bilməlisiniz? Kim narahat olmalı? Kim narahat olmamalıdır? Sistemdəki bu dəyişiklikləri nəzərə alaraq, hər bir təqaüdçü üçün vacib olan məqamları ətraflı izah edək. Nəyi bilməlisiniz? Sizin şəxsi məlumatlarınızın pensiya fondundakı qeydiyyatının tamamilə dəqiq və aktual olmasını təmin etməyiniz vacibdir. Bu, sizin adınız, soyadınız, ata adınız, doğum tarixiniz, şəxsiyyət vəsiqənizin seriyası və nömrəsi, vətəndaşlığınız, yaşayış ünvanınız, ailə vəziyyətiniz, eləcə də əgər varsa, himayənizdə olan şəxslərlə bağlı məlumatları əhatə edir. Hər hansı bir dəyişiklik baş verdikdə, məsələn, yeni şəxsiyyət vəsiqəsi aldığınızda, ünvanınızı dəyişdiyinizdə, evləndiyinizdə, boşandığınızda və ya himayənizdə olan şəxslərin statusu dəyişdikdə, məsələn, 18 yaşına çatdıqda və ya işə düzəldikdə, bu barədə müvafiq qurumları məlumatlandırmalısınız.
Əvvəllər bu bir qədər yavaş gedə bilərdi, lakin indi rəqəmsal mübadilə sayəsində məlumatlar daha sürətli yenilənir və sistemdəki uyğunsuzluqlar da daha tez aşkar olunur. Bəs kim narahat olmalı və kim narahat olmamalıdır? Gəlin konkret nümunələrlə izah edək. Kimlər narahat olmalı? The one. Məlumatlarını uzun müddət yeniləməyənlər. Təsəvvür edin ki, Baba Nəcəfov 78 yaşında, 15 ildir təqaüd alır. O 5 il əvvəl Bakıda bir rayondan digərinə köçüb, amma ünvan qeydiyyatını rəsmiləşdirməyib və pensiya fonduna bu barədə məlumat verməyib. Onun şəxsiyyət vəsiqəsinin vaxtı da bu müddətdə bitib və o yeni vəsiqə almayıb. Pensiya fondu daxili işlər orqanlarının məlumat bazası ilə müqayisə etdikdə Baba Nəcəfovun qeydiyyat ünvanının dəyişdiyini, lakin bu dəyişikliyin onun təqaüd işində əks olunmadığını görə bilər. Həmçinin onun şəxsiyyət vəsiqəsinin etibarsız olduğunu aşkarlaya bilər. Bu halda sistem avtomatik olaraq onun təqaüd ödənişini müvəqqəti dayandıra bilər. Çünki şəxsin identifikasiyası ilə bağlı qeyri-müəyyənlik yaranır. Baba Nəcəfov bu halda ciddi narahat olmalı və dərhal müvafiq addımları atmalıdır. Məsələn, onun aylıq təqaüdü 350 AZN idisə, bu ödəniş dayandırılacaq və o öz vəziyyətini düzəltmədən pulunu ala bilməyəcək. 2. Şəxsi statusu dəyişən, lakin bunu bildirməyənlər. Nənə Zeynəb 82 yaşında. Dünyasını dəyişmiş oğlunun övladları, yəni nəvələri üçün ailə başçısını itirməyə görə təqaüd alır. Bir neçə il əvvəl nəvələrindən biri 18 yaşına çatdı və işə düzəldi. Lakin nənə Zeynəb bunu pensiya fonduna bildirməyib. Qanunvericiliyə əsasən, himayədə olan şəxs işləməyə başlayanda və ya 18 yaşına çatdıqda təhsilini davam etdirmirsə, ona görə verilən pensiya hissəsi dayandırılmalıdır. Pensiya fondu digər dövlət qurumlarının məlumatları əsasında nəvənin işə düzəldiyini və ya 18 yaşını keçdiyini aşkarlaya bilər. Bu halda Zeynəb nənənin təqaüdü yenidən hesablanacaq və ya müəyyən bir hissəsi azaldılacaq. Əgər bu məlumatlar sistemdəki uyğunsuzluq səbəbindən avtomatik olaraq yenilənməzsə, onun təqaüdü tamamilə dayandırılacaq ki, vəziyyət aydınlaşdırılsın. Bu halda nənə Zeynəb narahat olmalı və dərhal məlumatları yeniləməlidir. Onun 450 AZN-nin bir hissəsi kəsilə bilər. Məsələn, əgər nəvəsinin payı 150 AZN idisə, təqaüdü 300 AZN düşəcək. 3. Uzun müddət xaricdə yaşayanlar. Əli kişi 65 yaşında, ildə 6 ay xaricdə qızının yanında yaşayır. O, Azərbaycan vətəndaşıdır və Azərbaycandan təqaüd alır. Pensiya fondu Daxili İşlər Nazirliyinin məlumatları əsasında Əli kişinin ölkəni tərk etdiyini və uzun müddət qayıtmadığını aşkarlaya bilər. Bu cür hallarda təqaüd ödənişlərinin ünvanlılığını təmin etmək üçün həyatda olma haqqında arayış tələb oluna bilər. Əgər Əli kişi bu arayışı vaxtında təqdim etməsə, onun təqaüdü dayandırılacaq. O, narahat olmalı və xaricdə olduğu müddətdə belə təqaüdünü almaq üçün zəruri addımları, məsələn, konsulluqda həyatda olduğunu təsdiqləyən sənəd almaq kimi tədbirləri görməlidir. Onun 400 AZN-lik təqaüdü qızının yanında olduğu müddətdə dayandırılacaq və o, Azərbaycana qaydana və sənədlərini təqdim edənə qədər həmin məbləği ala bilməyəcək. 4. Yeni sənədlərlə bağlı məlumatları yeniləməyənlər. Aysel xanım 60 yaşında, yaxın zamanlarda boşanıb və əvvəlki ərinin soyadından imtina edərək qızlıq soyadına qayıdıb. O, yeni şəxsiyyət vəsiqəsi alıb, lakin bu dəyişikliyi rəsmiləşdirmək üçün pensiya fonduna müraciət etməyib. Onun təqaüd sənədlərindəki soyad köhnə, dövlət reyestrindəki soyad isə yeni olduğu üçün sistemdə uyğunsuzluq yaranıb. Pensiya fondu bu uyğunsuzluğu aşkarladığı zaman Aysel xanımın kimliyi ilə bağlı şübhələr yarana bilər və təqaüd ödənişi dayandırıla bilər. O, narahat olmalı və dərhal məlumatları düzəltməlidir. Onun 320 AZN-lik təqaüdü soyad dəyişikliyi təsdiqlənənə qədər dondurulacaq. 5. Vəfat etmiş şəxslər üçün ödənişlərlə bağlı problemlər. Fərid bəy 70 yaşında, anası vəfat etdikdən sonra onun təqaüdünü almağa davam edir. Çünki anasının vəfatını rəsmiləşdirməkdə gecikib. Əvvəllər bu cür halların aşkar edilməsi zaman ala bilərdi.
Lakin indi rəqəmsal mübadilə sayəsində Pensiya Fondu Ədliyyə Nazirliyinin vətəndaşlıq vəziyyəti aktlarının reyestr xidmətindən dərhal vəfat haqqında məlumatı əldə edir. Fərid bəy narahat olmalıdır. Çünki sistem artıq onun anasının vəfatını qeydə alıb və ödənilmiş artıq təqaüd məbləğinin geri qaytarılması tələb edilə bilər. Kimlər narahat olmamalı? The one. Məlumatları daim aktual olanlar. Əgər siz daim dövlət orqanları ilə əlaqə saxlayır, şəxsiyyət vəsiqənizi vaxtında yeniləyir, ünvan dəyişikliklərini rəsmiləşdirir və bütün şəxsi məlumatlarınızdakı dəyişiklikləri dərhal müvafiq qurumlara bildirirsinizsə, narahat olmağa ehtiyac yoxdur. Sizin məlumatlarınız sistemdə dəqiq və aktual olacaq. 2. E-sosial portalından istifadə edənlər. Əgər siz aktiv şəkildə e-sosial portalından istifadə edir, şəxsi kabinetinizə daxil olaraq məlumatlarınızı yoxlayır və potensial uyğunsuzluqları özünüz aşkar edirsinizsə, siz də narahat olmamalısınız. Çünki siz proaktiv şəkildə hərəkət edirsiniz. 3. Pensiya fondundan mütəmadi olaraq bildiriş alanlar. Əgər sizə pensiya fondundan heç bir xəbərdarlıq gəlməyib, yəni SMS, telefon zəngi və ya rəsmi məktub almamısınızsa və təqaüdünüz mütəmadi olaraq hesabınıza köçürülürsə, bu o deməkdir ki, sizin məlumatlarınız sistemdə hər şey qaydasındadır. Lakin tam əmin olmaq üçün aşağıda deyiləcək addımları atmaq hər kəsə tövsiyə olunur. Bu hissədə bir daha vurğulamaq istəyirəm ki, məqsəd heç də təqaüdçülərə çətinlik yaratmaq deyil. Əksinə, sistemin tam şəffaflığını və hər bir vətəndaşın hüquqlarının dəqiq təminatını təmin etməkdir. Ona görə də bu məlumatlara diqqətlə yanaşmaq və lazımi addımları atmaq sizin öz xeyrinizədir. Əsas hissə 2. Qaydaların istisnaları, tələlər və qeyri-aşkar nüanslar. Hörmətli izləyicilər, hər bir sistemdə olduğu kimi, təqaüd sistemində də müəyyən istisnalar, gözlənilməz tələlər və qeyri-aşkar nüanslar mövcuddur ki, onlardan xəbərdar olmaq sizə bir çox çətinliklərdən qaçmağa kömək edə bilər. Qaydaların istisnaları 1. Yataq xəstəsi və ya ağır əlil olan şəxslər. Bəzi təqaüdçülərimiz səhhətləri ilə əlaqədar olaraq şəxsən pensiya fondunun regional şöbələrinə və ya asan xidmət mərkəzlərinə gedə bilmirlər. Məsələn, 90 yaşlı nənə Fatma yataq xəstəsidir və şəxsiyyət vəsiqəsinin müddəti bitib. Bu halda qanunvericilik bu cür şəxslərin hüquqlarını qoruyur. Onlar üçün xüsusi prosedurlar nəzərdə tutulur. Belə ki, qanuni nümayəndə notarial qaydada təsdiq olunmuş vəkalətnamə ilə və ya sosial xidmət işçiləri vasitəsilə sənədləşmə işlərini həyata keçirmək mümkündür. Bəzi hallarda müvafiq qurumların səyyar xidmətləri də mövcud ola bilər. Belə hallarda ilk növbədə Pensiya Fondunun 189 saylı çağrı mərkəzi ilə əlaqə saxlamaq və vəziyyətinizi izah etmək vacibdir. Onlar sizə ən uyğun həll yolunu göstərəcəklər. Məsələn, 189 nömrəli xəttə zəng edərək nənə Fatmanın oğlu vəziyyəti izah etsə, onlara evə nümayəndə gəlməsi üçün müraciət forması təqdim edə bilərlər. 2. Uzaq ərazilərdə yaşayan və internetə çıxışı məhdud olan təqaüdçülər. Kənd yerlərində, xüsusilə də internet infrastrukturunun zəif olduğu ərazilərdə yaşayan yaşlı insanlar üçün e-sosial portalından istifadə etmək və ya məlumatlarını onlayn yeniləmək çətin ola bilər. Onlar bəzən ən yaxın asan xidmət mərkəzinə və ya regional pensiya fondu şöbəsinə getmək üçün uzun yollar qət etmək məcburiyyətində qalırlar. Bu cür vətəndaşlar üçün regional şöbələrdə daha sadələşdirilmiş prosedurlar tətbiq edilə bilər və onlara daha çox dəstək göstərilməlidir. Məlumatları yeniləmək üçün onlara yaxın qohumlarından və ya kənd icra nümayəndələrindən kömək istəmələri tövsiyə olunur. Həmçinin, bəzən asan xidmətin səyyar avtobusları da bu cür ərazilərə səfərlər təşkil edir ki, bu xidmətlərdən də yararlanmaq olar. 3. Xaricdə yaşayan təqaüdçülər. Yuxarıda əli kişinin nümunəsində qeyd etdiyim kimi, xaricdə yaşayan Azərbaycan vətəndaşı olan təqaüdçülər üçün xüsusi qaydalar mövcuddur. Onlar Azərbaycanın xarici ölkələrdəki səfirlik və konsulluqlarında həyatda olma haqqında arayış alaraq bunu pensiya fonduna təqdim etməlidirlər. Bu sənəd hər il yenilənməlidir. Bu prosedura əməl etməmək təqaüdün dayandırılmasına səbəb ola bilər. Məsələn, Avropada yaşayan Səbinə xanım hər il yanvar ayında Bakıdakı qohumunun köməyi ilə
bu arayışı konsulluqdan alıb pensiya fonduna göndərməlidir. Təlilər və qeyri-aşkar nüanslar. Number 1. Fırıldaqçılar. Bu, ən ciddi tələlərdən biridir. Təəssüf ki, bəzi vicdansız şəxslər təqaüdçülərin məlumatsızlığından istifadə edərək özlərini güya pensiya fondundan və ya sosial xidmətlərdən kimi təqdim edərək evlərə gəlir, məlumatlarınızı yeniləməyə kömək etmək adı altında pullarını ələ keçirir və ya bank kartlarının məlumatlarını oğurluyurlar. Unutmayın, pensiya fondu və ya dövlətin hər hansı bir sosial xidmət qurumu sizin evinizə gəlib pul tələb etməz və ya kartınızın PIN kodunu soruşmaz. Şübhəli şəxslərlə qarşılaşdıqda dərhal hüquq mühafizə orqanlarına müraciət edin və ya 189 çağrı mərkəzinə məlumat verin. Həqiqi sosial işçilər və ya rəsmi nümayəndələr həmişə öz xidməti vəsiqələrini təqdim etməlidirlər. 2. Müddətləri qaçırmaq. Hər hansı bir dəyişiklik barədə pensiya fonduna məlumat vermək üçün müəyyən müddətlər nəzərdə tutulur. Məsələn, himayədə olan şəxsin statusunda dəyişiklik olduqda, bu barədə 10 gün ərzində məlumat verilməlidir. Bu müddətlərə riayət etməmək, təqaüdün dayandırılmasına və ya artıq ödənilmiş məbləğlərin geri qaytarılması tələbinə səbəb ola bilər. Hər zaman bildirişləri və rəsmi məktubları diqqətlə oxuyun. Məsələn, Əhməd baba pensiya fondundan ona xəbərdarlıq məktubu gəldiyini görmüş, lakin mənimlə nə işləri var ki? Deyərək məktubu oxumamışdı. Bu məktubda onun şəxsiyyət vəsiqəsini yeniləməsi tələbi var idi və o, müddəti qaçırdığı üçün təqaüdü dayandırıldı. 3. Yarımçıq və ya səhv sənədlər. Məlumatları yeniləyərkən və ya sənədləri təqdim edərkən hər bir sənədin tam və düzgün olduğundan əmin olun. Məsələn, nikah haqqında şəhadətnaməni təqdim edərkən onun əsli və ya notarial qaydada təsdiq olunmuş surəti tələb oluna bilər. Yarımçıq və ya yanlış sənədlər işinizin sürətini yavaşladacaq və ya əlavə problemlərə səbəb olacaq. Misal üçün, Səidə nənə ünvanını dəyişdiyi üçün təqaüdü dayandırılmışdı. O, yeni ünvan qeydiyyatı haqqında arayışı təqdim etdi, lakin arayışda onun soyadı yanlış yazılmışdı. Bu səhvə görə onun təqaüdü daha bir ay gecikdi. 4. Həmişə təqaüdümü almışsam düşüncəsi, bəzi təqaüdçülər illərdir təqaüd aldıqları üçün hər şeyin qaydasında olduğuna inanırlar. Lakin sistemdəki rəqəmsal yenilənmələr və avtomatlaşdırılmış yoxlamalar sayəsində əvvəllər diqqətdən yayınan uyğunsuzluqlar indi asanlıqla aşkar edilə bilər. Odur ki, siz də müəyyən aralıqlarla məlumatlarınızın aktuallığını yoxlamağı özünüzə borc bilin. 5. Rəsmi kommunikasiyaları anlamamaq. Bəzən pensiya fondundan gələn SMS və ya məktublar qanunvericilikdəki müəyyən terminlərlə yazıla bilər ki, bu da yaşlı insanlar üçün anlaşılması çətin ola bilər. Əgər sizə gələn hər hansı bir bildirişin məzmununu tam başa düşmürsünüzsə, yaxınlarınızdan kömək istəyin və ya birbaşa pensiya fondunun çağrı mərkəzi ilə əlaqə saxlayın. Heç vaxt şübhəli vəziyyətdə hərəkət etməyin. 6. Asan imza və ya elektron imzanın rolu. E-sosial portalı vasitəsilə bir çox əməliyyatları evdən çıxmadan həyata keçirmək mümkündür. Lakin bunun üçün asan imza və ya elektron imza kimi vasitələr tələb olunur. Bu imkanlardan istifadə etməyi bacaran təqaüdçülər üçün bu, vaxta və enerjiyə böyük qənaət deməkdir. Əgər bu imkanlardan istifadə edə bilmirsinizsə, yaxınlarınızdan kömək istəyin və ya asan xidmət mərkəzlərindəki operatorlardan dəstək alın. Məsələn, Fidan xanım 72 yaşında kompüterdən istifadə etməyi bacarır və asan imza sahibidir. O, hər dəfə lazımi məlumatları e-sosial vasitəsilə rahatlıqla yeniləyir. 7. Pensiya dayandırılarsa nə olur? Əgər təqaüdünüz dayandırılarsa, qorxmayın. Bu, son deyil. Lazımi məlumatları yeniləyib, sənədləri təqdim etdikdən sonra təqaüdünüz bərpa ediləcək. Üstəlik, qanunvericiliyə əsasən, sizin haqlı olduğunuz müddət üçün dayandırılmış təqaüd məbləğləri tam şəkildə retroaktiv, yəni geriyə doğru ödəniləcək. Misal üçün, Məmməd dayının təqaüdü 2 ay müddətinə dayandırılmışdı. O, sənədlərini düzəltdikdən sonra hər 2 ayın pensiyasını birdən, yəni 2 dəfə 380 AZN bərabərdir 760 AZN məbləğində aldı. Date. Ailə üzvlərinin rolu.
Yaşlı təqaüdçülər üçün bu proseslər bəzən mürəkkəb ola bilər. Odur ki, onların övladları, nəvələri və ya digər yaxın qohumları bu prosesdə onlara dəstək olmalıdırlar. Onlara məlumatların toplanmasında, sənədlərin təqdim edilməsində və ya onlayn müraciətlərin doldurulmasında kömək etmək son dərəcə vacibdir. Praktiki məsləhətlər, izləyici nə etməlidir? Hörmətli təqaüdçülər, bütün bu məlumatları nəzərə alaraq, indi gəlin konkret olaraq hansı addımları atmalı olduğunuzu ətraflı şəkildə izah edim. Bu addımlar sadə və ardıcıldır. Addım 1. Öz cari vəziyyətinizi yoxlayın. İlk növbədə özünüzün pensiya fondundakı məlumatlarınızın aktuallığını yoxlamalısınız. Bunu bir neçə yolla edə bilərsiniz. e-sosial.az portalı vasitəsilə. Ən asan və ən sürətli yol budur. Əgər asan imza, elektron imza və ya şəxsiyyət vəsiqəsi ilə qeydiyyat vasitəsilə portala daxil ola bilirsinizsə, şəxsi kabinetinizə girərək şəxsi məlumatlar bölməsinə keçin. Orada sizin barənizdə olan bütün məlumatları, o cümlədən təqaüd işinizlə bağlı detalları görə bilərsiniz. Bu məlumatları diqqətlə nəzərdən keçirin və hər hansı bir uyğunsuzluq olub-olmadığını yoxlayın. Məsələn, ünvanınız, soyadınız, doğum tarixiniz və ya şəxsiyyət vəsiqənizin detalları doğru göstərilibmi? Himayənizdə olan şəxslər haqqında məlumatlar yenidirmi? Pensiya fondunun çağrı mərkəzi 189. Əgər internetə çıxışınız yoxdursa və ya portaldan istifadə etməkdə çətinlik çəkirsinizsə, 189 nömrəli çağrı mərkəzinə zəng edin. Operatorlar sizin şəxsiyyətinizi təsdiqləyən bir neçə sual verdikdən sonra sizin barənizdəki əsas məlumatları sizə bildirməyə və ya hər hansı bir problem olub-olmadığını söyləməyə kömək edəcəklər. Məsələn, onlar sizi şəxsiyyət vəsiqənizin nömrəsini və ya FIN kodunu soruşa bilərlər. Sənan Xidmət və ya Regional Pensiya Fondu şöbəsinə müraciət. Ənənəvi üsul. Əgər yuxarıdakı yollarla məlumat əldə edə bilmirsinizsə, şəxsiyyət vəsiqənizlə birlikdə ən yaxın asan xidmət mərkəzinə və ya Dövlət Sosial Müdafiə Fondunun Pensiya Fondu regional şöbəsinə gedin. Orada əməkdaşlar sizə kömək edəcək və məlumatlarınızı yoxlayacaqlar. Addım 2. Hansı məlumatların yenilənməyə ehtiyacı olduğunu müəyyənləşdirin. Yoxlama zamanı aşkar etdiyiniz uyğunsuzluqları və ya dəyişməli olan məlumatları dəqiqləşdirin. Bu, aşağıdakılar ola bilər. Şəxsiyyət vəsiqənizin müddətinin bitməsi və ya yeni vəsiqə alınması. Yaşayış ünvanınızın dəyişməsi. Ailə vəziyyətinizin dəyişməsi. Evlənmə, boşanma, dul qalma. Soyadınızın, adınızın, ata adınızın dəyişməsi. Himayənizdə olan şəxslərin statusunun dəyişməsi. Məsələn, 18 yaşına çatmaları, işə düzəlmələri, təhsillərini bitirmələri, vəfat etmələri. Bank rekvizitlərinizin dəyişməsi, əgər pensiya birbaşa bank hesabına götürülürsə. Addım 3. Zəruri sənədləri toplayın. Məlumatları yeniləmək üçün tələb olunan sənədlər sizin konkret vəziyyətinizdən asılı olacaq. Ümumi olaraq, aşağıdakı sənədlər tələb oluna bilər. Şəxsiyyət vəsiqəsi, original və surəti. Yeni vəsiqə almısınızsa, köhnə və yeni vəsiqənin hər ikisi. Nikah haqqında şəhadətnamə, əgər ailə vəziyyəti dəyişibsə. Boşanma haqqında şəhadətnamə, əgər boşanıbsınızsa. Ölüm haqqında şəhadətnamə, dul qalmısınızsa və ya himayədə olan şəxs vəfat edibsə. Doğum haqqında şəhadətnamələr, himayənizdə olan şəxslərin statusu ilə bağlı məlumatları yeniləyirsinizsə. Yaşayış yeri üzrə qeydiyyat haqqında arayış, ünvan dəyişibsə. Soyad, ad, ata adı dəyişdirilməsi haqqında şəhadətnamə, əgər adınız, soyadımız dəyişibsə. Bank hesabınızın rekvizitləri, kartınızın olduğu bankdan rəsmi arayış. Əgər ağır xəstəsinizsə və ya yataq xəstəsinizsə, sizin adınızdan müraciət edəcək şəxsin notarial qaydada təsdiq olunmuş vəkalətnaməsi və onun şəxsiyyət vəsiqəsi. Bu sənədlərin hər birinin əslini və bir neçə surətini özünüzlə aparmağınız tövsiyə olunur. Addım 4. Hara müraciət etməlisiniz? Sənədlərinizi topladıqdan sonra aşağıdakı qurumlardan birinə müraciət edə bilərsiniz. Online, e-sosial.az,
Əgər asan imza və ya elektron imza sahibisinizsə, esosial.az portalı vasitəsilə müvafiq müraciətləri edə bilərsiniz. Bu ən rahat yoldur, çünki evdən çıxmağa ehtiyac qalmır. Asan xidmət mərkəzləri. Azərbaycanın bir çox şəhər və rayonlarında asan xidmət mərkəzləri fəaliyyət göstərir. Burada bir pəncərə prinsipi ilə bütün xidmətləri, o cümlədən pensiya fondu ilə bağlı məsələləri həll edə bilərsiniz. Asan xidmətin əməkdaşları sizə kömək edəcək və sənədlərinizi qəbul edəcəklər. Nümunə üçün, Bakıda yaşayan xanım Gəncəlidəki asan xidmətə gedərək məlumatlarını yeniləyə bilər. Dövlət Sosial Müdafiə Fondunun, Pensiya Fondunun regional şöbələri. Yaşadığınız yerə ən yaxın olan Pensiya Fondunun regional şöbəsinə şəxsən müraciət edə bilərsiniz. Orada da sizə kömək göstəriləcək. Addım 5. Nə yazmalı və ya nə deməlisiniz? Müraciət edərkən aydın və konkret olun. Əgər siz asan xidmətə və ya Pensiya Fondunun şöbəsinə gedirsinizsə, girişdəki növbəyə durmaq üçün elektron talonda pensiya məsələləri və ya sosial müavinətlər bölməsini seçin. Əməkdaşla görüşdükdə ona probleminizin nə olduğunu dəqiq izah edin. Məsələn, salam, mənim şəxsiyyət vəsiqəmin müddəti bitib, dəyişib. Buna görə də məlumatlarımı yeniləmək istəyirəm. Yaxud, mənim ünvanım dəyişib. Zəhmət olmasa təqaüd işimdə bu məlumatı yeniləyin. Bütün sənədlərinizi təqdim edin və əgər hər hansı bir blank doldurmaq lazımdırsa, əməkdaşdan kömək istəyin. Sual verməkdən çəkinməyin. Hər şeyi tam başa düşdüyünüzdən əmin olun. Addım 6. Nəticəni izləyən. Sənədlərinizi təqdim etdikdən sonra sizə müraciətinizin qeydiyyat nömrəsi verilə bilər. Bu nömrəni mütləq qeyd edin və saxlayın. Bir müddət sonra, adətən bir neçə iş günü ərzində, sizin təqaüdünüzün bərpa olunduğunu və ya məlumatlarınızın yeniləndiyini yoxlamaq üçün esosial.az portalından və ya 189 çağrı mərkəzinə zəng edərək sorğu edə bilərsiniz. Məsələn, sənədləri təqdim etdikdən 3-5 iş günü sonra portalda şəxsi kabinetinizi yoxlayın. Əgər hələ də uyğunsuzluq varsa, yenidən müraciət edin və ya zəng edin. Həmçinin sizə SMS və ya rəsmi məktubla da məlumat verilə bilər. Nəticə və son çağırış. Beləliklə, hörmətli təqaüdçülər, bugün sizə Pensiya Fondundan gələn təcili bildirişin bütün vacib nüanslarını ətraflı şəkildə izah etdim. Unutmayın, sizin təqaüdünüzün davamlılığı sizin şəxsi məlumatlarınızın aktuallığından və dəqiqliyindən asılıdır. Təqaüd sisteminin rəqəmsallaşması sizin xeyrinizədir. Lakin bu, sizdən də müəyyən diqqət və məsuliyyət tələb edir. Bu videoda verilən praktiki məsləhətlərə əməl edin, vaxtında addımlar atın və beləliklə gələcəkdə qarşılaşa biləcəyiniz hər hansı bir çətinliyin qarşısını alın. İndi isə sizdən xahiş edirəm. Bu video haqqında fikirlərinizi şərhlərdə yazın. Sizin təqaüdünüzlə bağlı hansı problemlərlə qarşılaşmısınız? Məlumatlarınızı yeniləmisinizmi? Öz təcrübələrinizi bizimlə bölüşün. Bu video sizin üçün faydalı oldu. Əgər bəyəndinizsə, like etməyi unutmayın və kanalımıza abunə olun ki, gələcəkdə də oxşar vacib və faydalı məlumatları ilk siz əldə edəsiniz. Hər zaman sizin yanınızdayıq. Sağ olun, salamat qalın.